Laçında doğulmuşam. Dağların torpağından, suyundan yorulmuşam. Səhərlər oyanmışam qartalların qıyında. Yüreğime söz düşüb Tanrının söz payında. 1000 ildir yol gəlirəm bu dünyanın heçindən. Yer üzdə asılıb bulutların köçündən. O Tanrı dağlarından yollarım aşıb gəlir. Dan üzündən nur gəlir. Güneş yuyur odamı. Mən yer üzü qonağı, göy üzünün adamı. Umut müəllimin çox böyük xidməti var. Emeklerimizi yetiririk. Almışlar. Çoxlu sərgüdəşlərimiz olur. Bilirsiniz buraların açın deyil, bizim dağlarımızın başında olan millətlərin. Şimdi faaliyetimizle bağlı bu kitap yani kuru hesabak değil, yani живой canlı faktlardan ibaret bizim faaliyetimizi aks ettiren çok böyle maraklı bir kitaptır. Uzun illərdir. Belə də ailələrimiz işə olurdu. Mənim ana tərəfim İslam'a qızısı. Bu təşkilatın həm də bir hörmətli Nazim Əhmədliyə, Bankın Avrasiya Pres Nəşriyyatının direktoru, görkəmli şair Nazim Şamiloğlu Əhmədli 70 illik yubileyi və bankdakı səmərəli fəaliyyətinə görə təltif edilir. Öpürük səni, bağlınıza basıyoruz. Mən sənə söz verirəm ki, 70 illik yubileyi mən qardaşım Nəsimi ilə ələ verib, belə başının yarısını da dartıb gətirəcəyik Laçına. Alqışlayırım. Nazım müəllim Əhmədliyə isə çox böyük təşəkkür edirik. Yəni Azərbaycanın üçün, Laçının üçün böyük şair, dramaturgiya sahəsində, öz tərcüməsilik sahəsində çox böyük işlər görmüş bir şairimizə təşəkkür edirik. Bugün onun 70 illiyinin Laçınımızda keçirilməsi çox böyük bir hadisədir. Uşaqlığı, gəncliyi, 47 ləhrə başını. Ben bir dəfə bunları danışmayacağım, bu xatirələri danışmayacağım. Danışsam çox uzun gedir. Mənim üçün çox xoşdur. Düz 40 il bundan onlar, ordu sıralarında olanda mənim görüşümə qeyrət çox minnətlər. Çıxsın, orada həmin vaxtı Nazım Əhmədli qorxularını ədəbiyyat edəsində oxuyurdu. İndi mənim üçün xoşdur ki, burada 40 ildən sonra bu görüşdə mən də iştirak edeyim. İzadə müştərək. İki ələmdarlar, hər ikimiz. Ələmdar Cabbarlı, bizim gözəl hakimimiz.